Salam dostlar, bugün Xan Sarayında gəzintiyə gəlmişik. Xan Sarayı əsasən Şəkimizin gözəl tarixini əks etdirən tarixi bir abidədir. Şəki Xan Sarayı zamanın içində ilişib qalmış bir sirdir. Gəlin bu sirrin içində birlikdə addımlayaq. Bura sadəcə bir saray deyil, keçmişin və incəsənətin qovuşduğu möhtəşəm bir abidədir. 18-ci əsrin sonlarında Hacı Çələbi xan tərəfindən tikilməyə başlamışdı. Saray öz dövründə Şəki xanlığının siyasi və mədəni mərkəzi olub, xanlığın gücünü və zənginliyini nümayiş etdirmişdir. Dostlar, siz bilirdiniz bu möhtəşəm sarayın heç bir küncündə bir dənə olsun belə mismar istifadə olunmayıb. Pəncərələr gün işığını alaraq sarayın hər küncünü incə bir şəkildə paylayır. Xan sarayının ətrafında yerləşən abadlıq da öz gözəlliyi və təbiəti ilə əlbəttə ki diqqətimizdən yayına bilməzdi. Şəhər əsasən miniatür rəsm, xalçaçılıq və keramikada öz üslubunu qoruyub saxlayır. Videonu bəyənməyi və yeni paylaşımlarımdan xəbərdar olmaq üçün səhifəmi izləməyi unutmayın. Ələliyim.